Azerbaycan'ın devlet bayrağı bütün beynəlxalq təşkilatların ikametgahları karşısında dalgalanır ve Azerbaycan'ın devlet bayrağı müstakil Azerbaycan'ın başının üstünde dalgalanır ve bu yükseklere kalkmış bayrak bundan sonra hiç vaxt enmeyecek. Bizim bayrağımız bizim gurur mənbəyimizdir. Bizim bayrağımız bizim canımızdır, bizim yüreğimizdir. Bizim bayrağımız Dağlı Qarabağda, Xankəndidə, Şuşada dalgalanacak. Salam əziz dinləyicilərimiz. Bugün bizim studiyamızın çox maraqlı və dəyərli qonağı var. Cabbar dayı bir neçə gün əvvəl Asan Xidmətə öz şəxsiyyət vəsiqəsini yeniləməyə gəlmişdi və Asan Xidmətin əməkdaşları bizə bu barədə məlumat verdilər. Və budur, Cabbar dayı artıq studiyamızdadır. Deyəcəksiniz ki, burada qeyri-adi nə var? İş ondadır ki, Cabbar dayı Azərbaycan Demokratik Cumhuriyyəti ilə bir gündə dünyaya göz açıb. Bugün onların her ikisinin 100 yaşı tamam olur. Cabbar dayı, studiyamıza hoş gelmişsiniz. Sağ olun, sağ olun. O illər valideynlərim Gəncədə yaşayırdı. Atam ədəbiyyat müəllimi idi. Anam Eldar xanım idi. Onlardan bilirəm ki, mən Cumhuriyyət qurulan anda doğdum. Altın köksün hilal yıldız ışıkları öpünce Nuru senden Şah Dağı'nın gün doğuşu diliyor. Gəncə üsyanı baş tutanda atam da oradaydı. Güzellikler tanrısı tek pekince Bir seyahla könüllere hey salamlar söylüyor. Güllələrdən dəlik-dəlik olmuş bayrağı evə gətirdim. O gündən həmin bayraq bizim ailəmizin əmanətidir. O yerlərdə qardaşları da telli var pek sevir. Yaşıl donlu Həmin il ad günündə atam məni çağırıb illərlə gizli saxladığı bu bayrağı mənə göstərdi və mənə onu qorumağa tapşırdı. Həmin il Həzər xanımla rastlaşdıq. Həyatımda həmişə xeyirlə şər, sevinçlə kədər üst-üstə düşür. can alıcı bir görkemle dağ başında durunca Toy günündə də belə oldu. bahar yeli açıq dağınıq Həmin gün tellerin gəlib atamı evdən apardılar. Elin omuzunda saçlarına vurunca Birce okşayırsan bütün turan ellerin Altaylardan altın dağdan doğma sesler geliyor. Anam da Yaşı donlup bu dərdə dözə bilmədi. Altaylardan altın dağdan doğma sesler geliyor. Yaşı donlup mavi gözlü aldım aklı sevdiğim. Yaşı donlup mavi gözlü aldım aklı sevdiğim. Oğlumun yaş tamam olanda vaxtıyken atamın mənə tapşırdığı əmanəti ona göstərdim. Və bu bayrağın tarixçəsini ona danışdım. ...67'de oğlumla
öz oğluna danışdı. Temmuz ile dört bir yanı ışık saçmak Ağırlı 90-cı illər gəldi. İllərlə qoruduğum o bayrağı böyük bir fəxrlə üzə çıxartdım. Yenə xeyir, şərə, sevinç, kədərə qarışdı. Qarabağda ilk nəvəm itirdim. O günü biz necə səbirsizliklə gözləyirdik. Mavi gözlü oldum aklı sevdim. Yaşı dolu mavi gözlü Gözəl dövrəm. aklı sevdim. Ağlıma belə gətirə bilmədiyim hadisələr başlayırdı. İlk nəticəm dövlət tərəfindən xaricdə təhsil almağa göndərildi. Ailəmizin son 5 il sevimli nəticəm idmanda qazandığı o birincilik sayəsində vətənimizin bayrağını stadionda ucaltdı. Cabbar dayı, möhtəşəm və keşməkeşli həyat yaşamısınız. Ürəyinizdə bir sözünüz, arzunuz var. Arzu bu il 100 yaşı tamam olan Cumhuriyyətimizin bayrağını istərdim ki, nəticəm zəfər Qarabağda ucalsın.